Bir cəmiyyəti tanımaq istəyirsənsə ailəni tanı. Ailənin idarə olunma qayda qanununu biləcəksən necə cəmiyyətdir. Bu cəmiyyət necə bir cəmiyyətdir, tanış olmaq istəyir. Ailədən danış, ailə burada necə idarə olunur. Ailənin strukturunu danış, mən deyim sənə bu necə cəmiyyətdir. Cəmiyyət tənəzzülə uğrayıbsa ilk səbəb ailədir. Bir insanın əməllərinə baxırsan, filan əməllər. Ailə tərbiyəsindən nöqsan var əsasən. Birisi bəzilə deyir, atası belə eləməyib, vacib deyil bu atası eləyən əməli təkrar eləsin. Yox, tərbiyədə ciddi səhvlərə yol verib, ola bilər atası bunun elədiyi pis əməl eləməyib, amma tərbiyədə ciddi səhvlərə yol verib, bunun da nəticəsi bu olur. Bu əməl olur. Bir adam əli əyridirsə, bax ailəsində nə tərbiyə veriblər. Ola bilər atası əli əyridir, amma nə tərbiyə verib, nə qədər dünyanı bunun gözündə zinətləndirib ki, bu dünya üçün hər şeyə razıdır. Bir adam kobuddusa, qabadısa, bir adam ancaq mənfi şeyləri görürsə, məsələn, müxtəlif sahə